Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve salatu ve selamu ala abdillahi ve rasulih ve sefiyyihi ve habibih ve hafizi sirrih ve mübelliği risalatih seyyidina ve nebiyyina ve mevlana Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibine tahirine el-masumine el-mükerremin. Siyyumel huccah, baqiyetillah fil aradin, ruhi ve ervahul alemin, liturabi maqdamihil fida. Euzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri vahlul uqdeten min lisani yefqahu qavli. Keçən söhbətlərdə xatırlayırsınızsa, Peyğəmbərin bir hədisinə əsasən bu fikri xüsusi vurğuladıq ki, Ramazan ayının ən əsas halı, ən əsas hissi vərə hissidir. Vərə budur ki, insan günahla öz arasında bu ayda fasilə saxlasın. Yəni, Peyğəmbərin buyurduğundan belə nəticə çıxır ki, günah onun üçündür ki, onu eləməyəsən. Günah onun üçündür ki, ondan qaçasan, ondan uzaqlaşasan, sürətlə uzaqlaşasan. Və Ramazan ayında da ən mühüm, ən gözəl his budur ki, insan günahın ehtimalından qaçsa yaxşıdır bu ayda. Bir söz ki, gedib axırı, sonu günaha çıxacaq, ondan uzaqlaşsa yaxşıdır. Əvvəldən ehtimal olunan günahdan qaçmaq, bu ayın ən təbii halıdır. Yəni, bütün günü bizə bu hal hakim olsa yaxşıdır. Bir məsələ var, istəyirəm bugün onun barəsində danışaq. O da budur ki, biz niyə günahdan qaça bilmirik? Bu qədər danışıb və eşidirik. Bu qədər danışırıq və eşidirik, amma məsafə saxlaya bilmirik. Cavab budur ki, biz niyə qaçmalı olduğumuzu başa düşmürük. Ki, biz günahdan niyə qaçmalıyıq? Hələ də bunu başa düşmürük. Hansı səbəbdən biz günahdan qaçmalıyıq, onu başa düşmürük. Biz hələ başa düşməmişik ki, günah pis işlərdir. Pis işlərə günah deyilir. Allah pis işləri bizə qadağan eləyib. Bizim təsəvvürümüz bir qədər fərqlidir. Bizim üçün bir pis işlər var, bir də günahlar var. Günahı biz dini termin hesab edirik. Pis işi adi həyatı bir söz, istilah kimi qəbul edirik. Bəzi işləri biz pis iş kimi qəbul edirik, bəzi işləri günah kimi. Amma hələ başa düşməmişik ki, günah elə ona deyərlər ki, o pis işdir, çirkin işdir. Bunu bəlkə də zahirən başa düşmüşük, amma bütün vücudumuzun dərinliyi ilə bunu anlamamışıq. Allahın nəyə görə filan işi deyib haramdır, filan işə günah adı qoyub, elə sadə cavabıdır ki, pis işdir deyə deyib eləmə. Pis işdir ona görə. Günahın pisliyini biz başa düşə bilmirik. Biz başa düşə bilmirik ki, günahın çox qorxulu və iyrənc surəti var. Günah çox iyrəncdir, çox qorxulu bir surətdir. Biz yırtıcı heyvan görəndə, qorxunc bir heyvan görəndə, təbii olaraq ondan qaçırıq. Çünki bunun qorxunc olduğunu görürük. Vərə də budur ki, insan günahdan qaçsın. Bəs niyə biz günahdan elə qaça bilmirik? Çünki biz günahın nə dərəcədə yırtıcı bir heyvan olduğunu, ondan da betər bir varlıq olduğunu anlayıb başa düşə bilmirik. Biz bəzi günahların pisliyini başa düşürük. Məsələn, xüsusən axır vaxtlarda verilişlər var bu cinayətlərlə bağlı. Heç elə sözlər orada danışırlar. Yəni, elə cinayətlər olur ki, adam dilinə gətirib deyə bilmir. Filan kəs görürsən, nə bilim, öz yaxınları ilə belə elədi, filan kəsi atasını vurdu, öldürdü filan. Bu şeylərin adı gələndə biz iyrənirik və biz bunu pis bir şey kimi qəbul edirik. Buna bir çirkin bir şey kimi baxırıq. Bəzi haramlar var ki, çox böyükdür deyə biz onun pisliyini başa düşə bilirik. Amma bəzi günahlar var ki, onun pisliyini biz anlaya bilmirik, başa düşə bilmirik. Hey sual veririk ki, niyə günahdır bu filan şey?
Özdə o sualımızda çox vaxt etiraz gizlənir bizim. O sualımızda çox zaman sualımızın batinində etiraz var. Peyğəmbər də buyurur, Əl-vərə'u an məharimillah, bu ayda ən fəzilətli əməl günahlardan çəkinməkdir. Necə yaransın bu his bizdə? Biz ki, deyirik, günahdan qaçaq, qaçmaq istəyəndə içimizdə bir müqavimət yaranır. Bizi günaha tərəf çəkən bir cazibə var. Biz başa düşsək ki, günah niyə pisdir, onda qaçmaq asan olar. Niyə günah qoyub Allah filan şeyin adını? Onu başa düşsək, asan da olar. İnsan nə yaxşı olar bir həddə çatsın ki, ancaq qorxudan, günahdan çəkinməsin. Biz bilirsiniz necə, biz adətən günaha qəlbən meylliyik. Deyiblər, olmaz, cəza verərik, o şallağın qorxusundan günah eləmirik. Amma bu çox da böyük insanlara xas xüsusiyyətdir. İnsan yaxşıdır ömür boyu, elə şallaq qorxusundan ibadət eləyər. Yaxşıdır, nəhayət ki, insan başa düşə bəzi şeyləri başa düşdüyünə görə günahdan uzaq olar. Əli əleyhissalamdan bu məzmunda hədislər var ki, əgər qiyamət olmasaydı, axirət olmasaydı, mən yenə Allahın məni yaratdığının şükrü olaraq günah eləməzdim. Düzdür, bu biz üçün çox böyük sözdür. İndi burada deyək ki, qiyamət yoxdur, cənnət yoxdur, nəuzubillah, cəhənnəm yoxdur. Və burada elan olunsun bugün Allahın adından, nəuzubillah məsələn. Görək, axşama qədər kim orucunu saxlayacaq? Saxlayacaq? Çox az adam saxlayacaq, bəlkə də heç kəs saxlamayacaq. Əli əleyhissalam buyurur ki, əgər bu söhbətlər olmasa da, elə günahın zatı çirkinliyi bəsdir ki, mən günah eləməyim. Günahın zatı pisliyi bəs eləyər ki, mən günah eləməyim. Çünki günah elə bir şeydir ki, onu ancaq qorxudan eləməyəsən. Bir iyrənc şeydən çəkinmək üçün adamı qorxutmaq lazımdır. Bir iyrənc şeydir, deyilən bunu yemə ha, məsələn. Yoxsa sənə cəza verərik. Əli əleyhissalam deyir, heç cəza mövzusu olmasa da, bunun batinini ki, mən görürəm, mahiyyətini başa düşürəm, mən bunu eləməzdim. Bundan çəkinərdim. Kəş cəmiyyət bir yerə gəlib çata, cəmiyyət bir dərəcəyə gəlib çata, ki, heç Allah Peyğəmbər deməmiş günahların pisliyini başa düşər. Təxminən bu məzmunda hədislər var ki, axir zamanda insanlar ağıl üzündən dinə bağlanarlar. Yəni, heç hədisi eşitməmiş bilərlər ki, filan iş pisdir. Məsələn, xalq başa düşər ki, hicabsızlıq pis işdir. Hicab giyməmək. Biz bəzi şeylərə pis deyir, amma hicabsızlıq da, hicab giyməmək də günahdır. Məsələn. Amma cəmaat başa düşür, yox, bu pisdir deyə Allah deyib hicab vacibdir. Yoxsa nə işi vardır cəmaatı əziyyətə salsın? Allah insanları əziyyətə salmaq istəmir. Pisliyinə görə haram eləyib. İnsana yaraşmır deyə. İnsana yaraşsa deyər halal xoşun olsun. Bizim din haqda təsəvvürümüz budur ki, Allah bizə deyir filan şeyləri eləmə, məhrum eləyir bizi ləzzətlərdən. Sonra da deyir sənə mükafat verəcəm. Elə bil biri bizi qonaq çağırıb evinə. Deyir sənə biraz işgəncə verim, döz axırda sənə yemək verəcəm axşam. Bizim Allah haqda təsəvvürümüz budur. Allahın məqsədi bizi dünyada işgəncə verib, axirətdə mükafat verməkdir. Allahın məqsədi bizi böyük bir zirvəyə çağırmaqdır ki, o zirvəyə çatmaq üçün bu pis işlərdən gərək uzaq olaq. Bütün günahların siyahısını bir vərəqdə yazsaq, baxıb görərik ki, hamısı nəyə görə haramdır, ona görə ki, onlar pis işlərdir, çirkin işlərdir. Biz günahın pisliyini başa düşsək, tövbəmiz də keyfiyyətli olar. Biz indi bilirsiniz necə tövbə edirik, deyirik ki, ilahi bağışda, filan səhv eləmişəm, günah eləmişəm, amma ki, ürəyimizdir ki, bir o qədər də pis iş görməmişəm. Sadəcə sən istəmirsən, sən narahat olmursan deyə mən səndən üzr istəyirəm. Bir o qədər də pis işdir bu, amma ki, sən də demirsən eləmə, sənin narahat olmağın üçün səndən üzr istəyirəm. Tövbə budur ki, insan işinin, gördüyü işin pisliyini başa düşər. Niyə görə? Mən sözümü çox uzatmaq istəmirəm. Niyə görə biz bəzi günahların pisliyini başa düşürük? Bəzi günahların pisliyini başa düşmürük. Səbəb nədir? O bizim ruhi vəziyyətimizlə bağlıdır.
Bizim ruhi vəziyyətimizlə bağlıdır ki, biz hərdən etiraz edirik ki, filan şey niyə haramdır? Bir alim var, deyir, mənim əxlaq ustadım, hətta etirazsız da soruşanda, deyirdi, soruşma, niyə soruşursan? Deyirdi, məsələn, əxlaq fəlsəfəsi dərsi var da, biz gəlir deyirik ki, filan şey niyə görə günahdır? Etiraz eləmir, bir va desə ki, bu niyə günahdır? Biz bu tonda yox. Deyirdi ki, məsələn, filan şey nəyə görə günahdır? O əxlaq ustadı mənə deyirdi, bizə deyirdi ki, hətta səbəbini bilmək üçün də məndən soruşmayın. Gedin batınınızı saflaşdırın, da suala ehtiyac qalmasın. Gedin özünüzü təmizləyin, biləcəksiniz niyə filan şey səhvdir, günahdır. Özünüzü təmizləyin, gedin öz batınınızı təmizləyin və kimdənsə soruşmayın ki, filan şey nəyə görə günahdır. Quranda ayələr var ki, cəhənnəmdə günahkarlara Qislin adında su içirdərlər. Qislin çox iyrənc, çirkin, qoxulu bir sudur. Üfunətli bir sudur. Mərhum Molla Əbdülrəzzaq Kaşani bizim alimlərimizdən biridir. Deyir, mən çox görmüşəm ki, bəzi insanlar o üfunətli yeməyi yiyirlər, o üfunətli suyu içirlər, dünyada görmüşəm. Biz elə bilirik ki, Allah cəhənnəmdə bir su yaradıb, adını qoyub filan şey və bizə zorla onu içirdir. Xeyr, cəhənnəm dünyanın batinidir. Bizim burada elədiyimiz haramlar o surətdədir. Sadəcə orada həqiqi surətdə görsənir, burada görsənmir. Heç bir cəhənnəmin əzabını ayrıca yaratmayıblar. Cəhənnəm əzabı burada elədiyimiz işlərin həqiqətidir ki, orada bizə əzab verir. Mahiyyətidir. Bu alim də deyir ki, mənim gözümdən pərdə çəkilib, mən görmüşəm ki, bunun yediyi nədir? Bu elə bilir bozbaş yiyir. Amma bu haramdan qazanıbsa, onun batın gözü açılsa, bilər nə yiyir o. Öyle cəhənnəmdə yediyi bundan başqa bir şey deyir. Onu ayrıca müstəqil yaratmayıblar. Bir alim deyir, biri gəldi mənə xums verməyə. Mərifət əhlindən olan adamlar hərdən özləri də danışıb bunu. Deyir, xums verməyə gəldi, açdı ki, pulları versin. Mən baxdım, gördüm ki, qorxunc varlıqlar var bunun kisəsinin içində. Mən qorxdum deyir. Dedim, yığışdır, çıx get. Sonra başa düşdüm ki, bunun pulu haramdandır deyə onun həqiqətini Allah mənə göstərib. Onun nə olduğunu Allah mənə göstərib. Molla Sədranı ki, kim deyəcək avam adamdır? Kiminsə cürəti var desin Molla Sədra, Sədrül Mütəllihin ki, fəlsəfənin ən əsas alimlərindən biridir İslam fəlsəfəsinin. Molla Sədra deyir ki, özündən deyir, amma da demir mən. Deyir, bəzi mərifət əhli var ki, insanların ağzından od çıxmasını müşahidə edirlər. Yəni ki, qeybət eləyəndə, böhtan atanda, günah eləyəndə gözləri açıqdır. Görür ki, bunun ağzından od çıxır çölə. Onun həqiqətini, mahiyyətini görürlər. Biz onda günahdan çəkinərik ki, günahın həqiqətini görək. Peyğəmbərdən sadə dua var. Allahumma ərinil əşyaə kəmahiyyə. Hər şey olduğu kimi mənə göstər. Bu qəribə bir şey deyil əslində. Filan kəs filan şey gördü. Əslində biz qəribə adamıq ki, biz görmürük. İnsanın bəzən gözü çəp olar, məsələn, bir şeyi iki görər. Bizim qəlb gözümüz elə görür. Biz pisi yaxşı görürük, yaxşını pis. Amma insanın batini saflaşanda, təmizlənəndə onun həqiqətini görür və ondan qaçır, fərar eləyir. Hər bir günahın batini iyrəncdir. Bir nəfər İmam Səccaddan soruşur. Deyir ki, ağa mələklər günahları və savabları yazır, başa düşdü. Mən savab iş görürəm, yazırlar. Günah iş görürəm, yazırlar. Çünki görürlər mən neyinirəm. Bəs necə olur niyyətləri də yazırlar? Məsələn, bu namazı mən cəmaat üçün qılıramsa, yazır ki, bu günah oldu. Məsələn, günah namazı oldu. Axı bunu görmür. İmam Səccad belə misal çəkir. Deyirsən, bir gül çiçəkli bağın yanından keçəndə, bir də özür istəyirəm, zibilliyin yanından keçəndə eyni qoxu gəlir. Yox, fərqli iy gəlir. İydən bilirsən ki, bağın yanından keçirsən, ya zibilliyin yanından. Mələklər də insanın batinini görməsələr də pis niyyətin pis qoxusu var. Onu hiss edirlər.
Xoş niyyətin xoş qoxusu var, onu hiss edirlər. İnsan var, batini bağdır, insan var, üzr istəyirəm, batini zibillidir. Onu görürlər, onu hiss edirlər. O insanın həqiqətidir. O ki, deyirlər, namaz bulaq kimidir, gündə 5 dəfə gərək yuyunasan ki, təmizlənəsən. Məlum olur ki, günah da bədənin çirki kimidir ki, ruh çirklənir günah elədikcə ki, namazla gərək təmizlənsin. Bir insan var, görürsən, o qədər təmizlənib ki, məkruh onun ruhuna pis təsir eləyir. Şəhid Mütəhhəri yazır kitabında ki, alimlərdən biri ilə mən cümə gecəsi idi, şeir məclisindən çıxdıq, Şəhid Mütəhhəri yazır, şeir məclisi idi. Hədislərdə var, cümə gecəsi şeir məclisinə getmək məkruhdur. Deyib, bunun yadından çıxmışdı, oturduq şeir məclisində, məclisdən çıxanda deyib, biz gəlirdik, mən gördüm, bu əsir titrəmə tutub bunu. Rəngi göyərib, titrəmə tutub, mən baxdım, dedim, nə olub, dedi ki, mənim yadımdan çıxdı ki, bu gecə şeir məclisinə getmək, cümə gecəsində bəyənilmir, məkruhdur, mən ona narahatam. Deyir, and olsun, elə əsirdir, heç biz böyük günah eləyəndə o qədər narahat olmuruq. O qədər narahat idi. Deyir, gəldi, yatdı, həmin gecədə gecə namazına oyana bilmədi. Allah deyir ki, yəni bir saat mənim xoşlamadığım məclisdə oturdunsa, da həmin gecə mənlə danışmaq haqqını səndən alıram. Ruh o qədər təmizdir ki, məkruhun təsirini hiss eləyir öz üzərində. O qədər təmizdir. Bəzi məsələlər var ki, onun fəlsəfəsini biz başa düşmürük. Ədəbə aid olan məsələlər, əxlaqa aid olan məsələlər. Amma mərifət əhli onu anlayır və başa düşür. Şahabadi deyir ki, bir dəfə qeybət eşitmişəm, 40 gündür istiğfar edirəm, onun təsiri qəlbimdən çıxmır, ruhumdan çıxmır. 40 gündür tövbə edirəm, təsiri çıxmır. Mən bilmirəm ruhun nəyə oxşadım ki, misal münasib olsun. Nəyə heç bir münasib misal tapa bilmirəm. İnsan ruhu ən incə bir şey təsəvvür eləyin, nəyə bilmirəm. Bəlkə sizin beyninizdə uyğun misal olar. Ən incə bir şey ki, həssas bir toxunma ilə cızılır. Bax, ruh belə bir şeydir. Onu bizə veriblər ki, o çox həssas, incə bir şeydir. O çox tez xarab olur. O günahlar da ki, ona elə bir ki, deyirlər, ruha yönəlmiş ox kimidir ki, onu yaralayır və viran qoyur. Xaraba qoyur insanın ruhunu. Peyğəmbər o qədər əzəmətli əxlaqı var idi. Bir ərəb gəldi bir dəfə, Peyğəmbər oturmuşdu cəmaatın yanında, səhabələrin əhatəsində. Gəldi, girdi meçiddə, adı ilə dedi, da mən cürət eləyib deyəmirəm. Dedi, filan kəs kimdir burada? Peyğəmbərin adı ilə dedi. Peyğəmbər dedi, mənəm. Dedi, eşitmişəm, sən yaxşı, maraqlı nağıllar danışırsan, biraz danış o nağıllardan, mən də yoldan gəlmişəm. Biraz yuxum gəlir, uzanım, danış, mən də yuxuluyum, mürcülüyüm yavaş-yavaş. Deyir, yanındakilar da əli ilə itələdi, uzandı, ayağını uzatdı, dedi, hə, danış. Yanındakı səhabələr dedi ki, bu sizə çox hörmətsizlik elədi, ya Rasulallah. Mən icazə verim, bunu cəzalandıraq, çıxardaq, məsciddən ataq bayra. Bu gəlib, ayağın uzadıb sənin qabanda, deyir, biraz danış mənə o nağıllardan, mən yuxuluyum. Peyğəmbər dişiz yoxdur. Dedi, sən uzan, mən danışım. Keçmiş Peyğəmbərlərin qissəsindən danışdı. Bu yavaş-yavaş Peyğəmbər danışa-danışa yuxuya getdi. Peyğəmbər gördü bu yuxuya gedib, deyirlər, əbasını çıxartdı, biraz üstünə yerlədi ki, buna sərin olsun. Birazdan sonra yuxudan oyandı, yuxudan oyanandan sonra dedi, mən səndə bir əxlaq gördüm ki, bu adi adamlarda olmaz, bu Peyğəmbər əxlaqıdır. Peyğəmbər ona deyə bilərdi, ay tərbiyəsiz, ay ədəbsiz, çıx buradan bayra. Bu nə hərəkətdir sən edirsən? Onu deyə bilərdi. Amma bir dənə adamı itirərdi. Allahdan uzaqlaşdırardı. Bu cür xoş əxlaqı vardı. Bir yəhudi idi ki, bunu da uşaqlarımız da eşidib. Hər dəfə Peyğəmbər deyir, keçəndə
toz, torpağı atardı Peyğəmbərin başına. Bir gün keçəndə görür, xəbər yoxdur. Yanındakı səhabələrə deyir ki, deyəsən bu bizi yaddan çıxardı. Nauzubillah, bəzi zəlil insanlar var, onlar alçalmaq onlar üçün çətin məsələdir. Gücü yoxdur, qüdrəti yoxdur. Odur ki, alçalırlar. Peyğəmbər qüdrətinin zirvəsində olanda belə davranır. Yoxsa ki, Peyğəmbər aciz dördü bunların qabağında. Qüdrəti var idi cəzalandırsın, özü lap yaxşı cəzalandıra bilərdi onları. Bir sözünə səhabələr hazır idi ki, kimlə istəyirsən qarşı-qarşıya dayansınlar. Bir dənə baxışı bəs idi. Amma dedi, gedək bunu ziyarət eləyək. Qapını döydü, oğlu açdı həmin bu yəhudinin. Dedi ki, aton evdədir, dedi, bəli, xəstələnib. Dedi, icazə verir ki, gələk onu yadət eləyək. Dedi ki, qoy icazə alım. Getdi atasına, dedi, ata, hər gün ki, başına toz tökürdün, zibil tökürdün, İslam, müsəlmanların Peyğəmbəri gəlib sənin ziyarətə. Dedi, xəcalət çəkirəm oğlum onu görməyə. Dinən gəlsin, amma xahiş edirəm, o gəlməmişdən mənim üzümü ört ki, mənim gözüm onun gözünə sataşmasın, mən utanıram, yer aralansa yerə girərəm. Peyğəmbər gəlir, dayanır başının üstündə, deyir ki, necəsən, vəziyyətin necədir? O da örtüyün arxasından danışır. Soruşur ki, örtüyü niyə örtmüsən üzvə? Açaq örtüyü, üzbəüz danışaq. Deyir, yox. Ya Rəsulallah, bir şərtlə aç o örtüyü ki, əvvəl İslamı öyrət mənə, iman gətirim, sonra örtüyü çək ki, üzvə rahat baxa bilim. Bu Peyğəmbərin əxlaqıdır ki, Allah Quranda heç bir Peyğəmbərin əxlaqını tərifləməyib. Amma bizim Peyğəmbərə buyurub ki, İnnəkəllə alə xuluqin azim. Mən bunu niyə danışdım? Ona görə danışdım ki, bu qədər dözümlü, bu qədər səbirli Peyğəmbər, bu qədər əxlaqsız insanların qabağında dözümlü olan Peyğəmbər bir dənə günah xəbəri eşidəndə yazırlar ki, üzü qıpqırmızı olardı qəzəbdən, narahat olardı. Səhabələrə deyərdi, eşitmişəm filan yerdə günah eləmişsiniz. Adını çəkməzdi, amma qəzəblə danışardı onu. Bu qədər əzəmətli, səbirli adam günaha taqəti yox idi dözsün. Çünki günahın nə olduğunu başa düşürdü. Mən oxuyurdum o gün, alimlərdən biri bunu deyim, sözümü tamamlayayım. Hacı Mirzə Hüseyn Yəzdidir. Hacı Mirzə Hüseyn Yəzdi, o alimin adı. Yəzd şəhərindəndir. Özü İsfahanda yaşayırmış, ya Şirazda, səhv eləmirəmsə, bilmirəm, ya İsfahanda, ya Şirazda. Qacar zamanı olub deyir, həmin şəhərə də təzə vali təyin olub, indiki dillə desə icra hakimi. Vali gəlib şəhərə öz təyin olması ilə bağlı bayram mərasimi keçirdi. Öz yanında bayram keçirdi, deyir o bütün vəzifəliləri çağırıb, biraz da bazarda tacirlərdən çağırıb ki, içində də dindarlar da olub, möminlər də olub. Çağırıb məclisi təşkil edib, biraz da yəhudi xanəndələrdən, rəqqasələrdən çağırıb bunların qabağında oynayıblar. Buna bu xəbər çatır, deyir, gəlir, minbərə çıxır, deyir, mən eşitmişəm ki, vali bir məclis təşkil edib ki, eyş-işrət məclisi və burada oturan dindarlardan bəzisi də gedib orada iştirak ediblər. Fəsad məclisində oturublar. Mən deyir, bu xəbəri eşidəndən gecəni səhərə qədər yata bilmirəm. Halsız deyir, o qədər ağlayır, narahat olur, halsız minbərdən düşür yerə, gəlir evə, ürəyi xəstələnir, yazırlar qəmdən, qüssədən ölür, dünyasını dəyişir. Günaha bu qədər dözümsüzdürlər. Çünki bilirlər günah nədir, günahşünas adamdılar, günahın həqiqətini tanıyırlar. İndi gəlib düşərdilər indiki zamanıya, o vaxt günahın xəbəri hardansa çatırdı, indi günah qapıdan, pəncərədən evin içinə girir. Günahın həqiqətini anlayan adamlar günahdan qaçar. Amma mən sözümün sonunda bunu deyim ki, əsas sözüm elə bu idi ki, yaxşı biz bunları başa düşmürük. İndi mən bir saat burada danışdım, siz dedin ki, yaxşı dedin, amma biz yenə başa düşmürük axı. Günah yenə çəkir bizi özünə. Günah yenə cəzb eləyir bizi. Bəs biz neyniyək? Biz belə eləyək ki, biz Allaha etimad eləyək. Bəzi şeyin pisliyini başa düşməsək də Allaha etimad eləyək, o şeylər ki, pisliyini başa düşürük, o günahlar.
Pisliyini başa düşmədiyimiz günahları da başa düşməsək də elə zənn eləyək ki, elə onlar qədər pisdir. Allahın sözünə etibar eləyək. Bilirsiniz, biz bəzən deyirik, məsələn, filan şey mənə pis təsir eləmir. Bilirsiniz, niyə görə? Biz özümüzü tanımamışıq. Biz bilmirik ki, Allah bizi hansı zirvə üçün yaradıb, ki, o zirvəyə qalxmaq üçün hökmən bu günahlardan azad olasan. Elə bil ki, bir adam bir dağın zirvəsinə çıxacaq, hündür bir dağ. Ayaqqabısının bağı açılıb, ətəyində deyirlər ki, bu bağı bağla, sənə mane olacaq. Bu başa düşmür. Ola bilər burada o sənə, hələ ki ətəkdəsən, zirvəyə qalxmamısan, sənin üçün bir mənalı bir şey kimi görsənmir. Nə olar, ayaqqabının bağı açıq olar. Amma yuxarı qalxdıqca ciddi sənin üçün mane ola bilər. Biz elə bir zirvə üçün yaranmışıq ki, kiçik bildiyimiz şeylər də o zirvədə olmağımıza mane olur. Başa düşürsünüz? Biz təsəvvür olunmaz dərəcədə ali məqam üçün yaranmışıq. Bizə Allah elə məqam verəcək ki, əgər bacarsaq o yolu getsək, əgər bu təkamül yolunu gedə bilsək, elə bir zirvəyə qalxmalıyıq ki, o zirvənin əzəmətini biz indi başa düşmürük. O zirvəyə qalxmaq üçündür ki, bəzi ağlımıza batmayan şeylər də Allah bizə haram buyurur. Bizim üçün yüngül gəlir, çünki biz ruhumuzu tanımamışıq. Biz bilmirik ki, ruh balaca bir hərəkətlə cızılır, bir yaralanır, xarab olur. Sonra görürsən ki, bir günah eləsə bir adam, onu bir ağıl tərk eləyər ki, heç vaxt ona qayıtmaz. Mən bu hədisin mənası nədir? Mən başa düşmürəm. Amma sən deyə bilərsən, mən tövbə eləyirəm axı. Tövbə ilə sən cəhənnəmə aparmaz səni. Amma günahla bir ağıl səni tərk eləyər ki, heç vaxt daha sənə tərəf qayıtmaz. Günah çox pis şeydir. Günah insanın ruhunu viran qoyur. Kaş biz başa düşək ki, günahın həqiqəti nədir? Allah bircə dəfə günahın həqiqətini, batinini bizə göstərsə, dünyanı bizə versələr, günaha tərəf getməliyik. Nəinki hələ bizi qorxutsunlar ki, elə sən sənə cəza verərəm. Yox, desələr, gəl bunu elə dünyanın hamısını sənə verək, yenə də günaha tərəf getməliyik. Allah bizi vərə sahibi olan həqiqi möminlərindən qərar versin inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əəzzil əcəllil əkrəm, və bil Hüseyni ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin. Amin deyən dilləri lal öldürmə. Amin. O möminlər ki, yaxından, uzaqdan zəhmət çəkib gəlib bu orucluq məclislərin abad eləyirlər, dünya və axirətlərin abad elə. Amin. Xəstələrimizə şifa mərhəmət elə. Amin. Ölənlərimizə rəhmət, qalanlarımızı haqqa hidayət elə. Amin. İlahi, bu orucluğu bizə